3000'dən çox dərmanın qiyməti dövlət tərəfindən tənzimlənir. Güya dövlət istehlakçıların xeyrinə bir tənzimləmə edib ki, yuxarı olmasın dərmanların qiyməti. Lakin mən konkret dərman adda deyərəm. Məsəl üçün, şəkərlilərə lazım olan Qalus Med Azərbaycanda 75 manat, Türkiyədə 15 manat, İtaliyada 35 manat, Manilada 25 manat. Azərbaycanda görünüşü bahadır, özü dövlət tərəfindən qiymət tənzimləri. Bu kimi bir çox dərmanlar var. Dərmanların keyfiyyətsizliyi barədə ictimai rəydə fikir var. Ən yaxşı ekspertiza ictimai rəydir. Və bu ictimai rəyi təsdiqləyən Alman aptekləridir. Alman aptekləri Azərbaycanda dərmanların tənzimlənməsi qaydalarına əməl etmir. Onlara aid deyil, nədənsə bilmirəm, səbəbi nədir. Və deyir ki, bizdəkilər təmizdir, yəni baha qiymətə verirlər. Və həldə gedir oradan alır. Onların mövcudluğu, baha qiymətə verməyi artıq özü deyir bunu. Və üstəlik insanların apteklərdə növbəyə durması, insanların xarici ölkələrdən dərman gətirdirməsi və s. hamısı bunların sübutudur. İctimai rəydə bu var və xüsusən Beynəlxalq İstehlakçı Təşkilatının verdiyi məlumata görə ümumiyyətlə onlayn alınan, xaricdən onlayn alınan dərmanların 70% ümumiyyətlə saxta olur. Yəni, əhali buna fikir versinlər. Dərmanların içliyinə baxsın, əhali alanda, əgər içliyində Azərbaycan dilində informasiya yoxdursa, bu o deməkdir ki, dərman qaçaqmal yolu ilə gətirilib, hansı yolla gətirilibdir və s. buna fikir versinlər. Problemləri oldu. 012 599 76 00 telefonu ilə Prezident yanında Antisar və Bazarı Nəzarət Dövlət Agentliyinə məlumat versinlər.